Məmləkət xanım, indiki valideynlərin uşaq böyütdükləri zaman etdikləri yanlışlar nələrdir? Ümumiyyətlə bilirsiniz necədir? Bizim cəmiyyət bir şeyi çox yanlış anlayıb. Azad və özgüvənli uşaq yetişdirməklə narazı, söz dinləməyən uşaq yetişdirməyi bir-birinə qarışdırmışıq. Sizə belə bir misal gətirə bilərəm. Bu yaxında getdiyim bir qonaqlıqda uşağın bir dənə kekslə bütün otaqları gəzdiyini və qırıntıları da yerə tökdüyünü gördüm. Valideyndən soruşanda ki, niyə belə edir? Dedi ki, o elə uşaqdır və mən çox azad və özgüvənli bir uşaq yetişdirirəm. Amma çox təəssüflər olsun ki, bu belə deyil. Çox təəssüflər olsun ki, bir uşaq yerə qırıntılar tökməklə, başqalarının əşyasını götürməklə, başqalarının şəxsi alanlarını girməklə azad böyümür. Bu azadlıq demək deyil. Bəli, bilirəm, 2 yaşındakı bir uşağımızın kəşf etmə zamanıdır, toxunmalıdır, baxmalıdır, çoxlu suallar verməlidir. Amma bu zaman anamız da onunla birlikdə gəzməlidir və hansısa bir əşyaya toxunmaq istədikdə də mütləqdir ki, həmin o ev sahibinin icazə almalıdır ki, onlar mı toxunadığına. Həm də o zaman evladımızda bu artıq formalaşır ki, bir əşyaya toxunmamışdan qabaq mütləqdir ki, icazə almaq lazımdır. Azad uşaq yetişdirmək, onun ayaqlarının üzərində möhkəm dura bilməyi deməkdir. Müstəqil özü qərarlar vermək deməkdir. Uşağımız üçün hər şeyi yerinə yetirmək yerinə, hər şeyi etmək yerinə ona mandalina soymağı öyrədin, ona sadə bir sandviç hazırlamağı öyrədin, ona öz otağını təmiz saxlamağı öyrədin, ona ətrafı təmiz saxlamağı öyrədin. Bu zaman siz azad və öz sözünü deməyi bacaran evladlarını böyütmüş olacaqsınız. Biz sərhədlər olmayan və məsuliyyətsiz evladlar yetişdiririk. Xahiş edirəm sizdən, azad uşaq anlayışını biraz daha düşünək.